Məsələn, bizə gələn uşaqlar elə olur ki, inanın onların biz əlinə bax 4-5 yaşlı uşaqdır. Uşağın əlinə baxıram, sanki əzələ yoxdur uşağın əlində o dərəcədə. Uşaq heç ki koftasının düyməsini belə bağlaya bilmir. Əlbəttə bu ciddi problem. Bu günləri məktəbə qədər təhsilin məqsədlərindən, vəzifələrindən biri uşağı məktəb təliminə hazırlamaqdırsa, şəxsiyyət kimi yetişdirməkdirsə, əlbəttə, yəni biz onu məktəbə hazır verməliyik. Artıq o uşağın əl əzələsi inkişaf etməlidir ki, o qələmi tuta bilsin. Amma inanın ki, uşaq qaşığı belə tuta bilmir və yaxud da danışa bilmir. Özünü təqdim edə bilmir. Halbuki bu uşağın 4 yaşı var. Artıq 4-5 cümlədən ibarət cümlələr qurmalıdır, ünsiyyətlə girməlidir. Ona görə burada valideynlərin maariflənməsi ön plandadır. Bəli, uşaq 4 yaşına qədər, 5 yaşına qədər bağçaya gəlməyə bilər. Amma valideyn maarifli olmalıdır ki, onu telefonla müəyyən vaxt çərçivəsində və məqsədyönlü şəkildə istifadə etməsinə şərait yaratsın.